Salam əziz izləyicilər. Bu gün daha bir məntiq sualı ilə qarşınızdayıq. Bizim inboxumuza gələn, yəni bizə mesaj olaraq gələn Ayten Abdullahzadədən gələn məntiqi sualı cavablandıracağıq bu gün. Deməli, Ayten Abdullahzadə bizə yazıb ki, 10 nömrəli tapşırığı heç cür həll edə bilmirəm, onu mənə başa salın. Biz də onu başa salaq. Buyurun. Deməli, burada belə bir işləm verilir bizə. Buna biz operatorlar dərsindən keçilir. Bu mövzu operatorlar dərsindən keçilir. Burada bizə x üçbucaq, yəni bizə 2 dənə funksiya verilir. Üçbucaq funksiyası, bir də kvadrat funksiyası. Üçbucağın funksiyası 3x üstəgəl 1, kvadratın funksiyası y kvadratı çıxılsın 4 kimi göstərilir. Burada da bizə verilib 3 üçbucaq mötərizədə, sonra kvadrat. Bu deməkdir ki, əvvəlcə üçbucağın funksiyasını yerinə yetirəcəyik, daha sonra kvadratın funksiyasını yerinə yetirəcəyik. Gəlin bunu həll edək. Buradan bir rahat bir çiz tapaq ki, rahat işləyə bilək. Aha. Deməli, yazaq buradan 3 üçbucaq bərabərdir. Baxın, bu yuxarıda gördüyümüz kimi x üçbucaq bərabərdir 3x üstəgəl 1. Bu o deməkdir ki, bu tərəfdə 3-ün x-in yerinə nə durursa, biz orada onu qoyacağıq. Burada x-in yerinə 3 qoyulduğu üçün 3 vurulsun 3 üstə gəlinsin 1 bərabərdir. Cavabımız 10 olaraq aldıq. 10 aldıqdan sonra 10 kvadrat şəklinə gəlir. Bu zaman biz kvadrat funksiyasını yerinə yetirəcəyik. Kvadrat funksiyasında da y kvadrat bərabərdir y kvadratı çıxsın 4 kimi yazılır. Biz də burada y-in yerində nə varsa onu y-in yerinə qoyacağıq. Burada y-in yerində 10 olduğu üçün 10'un kvadratı çıxılsın 4 bərabərdir 100 çıxılsın 4 bərabərdir 96. Deməli, bizim cavabımız olur Y bəndi 96. Əgər videomuzu bəyəndinizsə, bəyən butonuna basmağı unutmayın. Videolarımız sizə gəlsin deyə abunə olmağı unutmayın. Bizə dəstək olduğunuz üçün təşəkkür edirik. Suallarınızı da gözləyirik. Sağ olun, hələlik görüşərik.